Ayna Sultanova küçəsi, Parlament prospektin kəsişməsi. Baxın, ağac getdi. Deyirəm, bu ağac çoxdan çürümüş idi. Fikir verin buna. Yəni bu artıq neçə vaxtı çürüyüb də, yəni. Görürsünüz? Bax. Yəni xoşbəxtlikdən, yəni heç kimə heç nə olmuyor. Fikir verin. Yaxşıdır ki, şükür Allaha heç kimə heç nə olmadı. Bu da deyəsən idarənin işçiləri də artıq gəliblər bunu aradan qaldırmağa. Mənə maraqlıdır ki, yəni yaşıllaşdırma bu neçə müddətdir, görmür ki, bu çürüyüb ağac. Məli uşağı necəsən, nə var, nə yox? Deyirəm, biz bilirik ki, bu ağac neçə vaxtı çürüyüb, düzdür? Biz bunu yaşıllaşdırma idarəsi görmür ki, bu çürüyüb. Yəni, xoşbəxtlikdən deyirəm ki, heç kimin başına düşmədi də bu ağac. Yəni, Allah saxladı. Bu boyda ağac yıxıldı. Qəlbdən qəlbə. Bu qədər.